Salam əziz dinləyicilərimiz, uzun bir aradan sonra biz yenə sizin qarşınızdayıq. Bugünkü qonağımız MHM Tədris Mərkəzinin metodika müəllimi Mahir Əhədovdur. Salam Mahir müəllim, xoş gəlmisiniz. Salam Güldana xanım, təşəkkür edirəm dəvətiniz üçün və əminəm ki, bugünkü görüşümüz və söhbətimiz həm bizim üçün, həm də ki, izləyicilər üçün maraqlı olacaq. Çox sağ olun. Dəyərli dinləyicilərimiz, bugünkü podkastımızda Mahir müəllimlə birlikdə uğurun sirlərini, tədrisin əhəmiyyətini və ən önəmlisi insanın özünü maksimum dərəcədə necə inkişaf etdirəcəyini müzakirə edəcəyik. Gəlin biz artıq söhbətimizə başlayaq. Mahir müəllim, sizə bir neçə suallarım olacaq. Buyurun. Bir daha xoş gəlmisiniz. Sizi burada gördüyüm üçün çox şadam. Çox sağ olun, təşəkkür edirəm. Sizə birinci sualım belədir. Sizcə insan həyatında gerçək müvəffəqiyyət nədir? Aha, insan həyatında gerçək müvəffəqiyyət. Düşünürəm ki, insan həyatında bir neçə, gerçək müvəffəqiyyət ola bilər. Yəni mən bunu xüsusiləşdirmək istəməzdim. Və hətta düşünürəm ki, gerçək müvəffəqiyyət insandan asılı olan və asılı olmayan müvəffəqiyyətə bölünür. Məsəl üçün, insandan asılı olmayan müvəffəqiyyət nədir? Yəni insan buna deyək ki, müəyyən bir əmək sərf etmədən də nail ola bilər. Yəni insanın asılı olmayan bir uğur ola bilər. Məsəl üçün, insanın gözəl bir ailəyə sahib olması, gözəl bir valideynlərə sahib olması, yaxına, ətrafa sahib olması onun üçün həyatda ən önəmli nailiyyətlərdən, müvəffəqiyyətlərdən biridir. Və təbii ki, bunu biz dediyimiz kimi özümüz seçmirik. Və o insanlar xoşbəxtdir ki, buna özündən asılı olmadan bu müvəffəqiyyətə nail olublar. Amma əsas müvəffəqiyyət insanın həm də özündən asılı olan müvəffəqiyyətdir. Hansı ki, insan həyatı boyu, yaşamı boyu öz zəhməti ilə, öz əziyyəti ilə müəyyən nailiyyətlərə nail olursa, bu onun həyatında düşünürəm ki, ən əsas müvəffəqiyyətlərdən biridir. Yəni, insan özünü bir şəxsiyyət kimi cəmiyyətdə təsdiqləyirsə və yaxud da ki, çevrənin sevgisini qazanırsa, kimlərdənsə asılı olmursa, özü ayaq üstə dura bilirsə, öz həyatını qura bilirsə, öz həyatını qazana bilirsə, bu insanın həyatında ən önəmli müvəffəqiyyətlərdən biridir. Və bunun üçün də müəyyən zamana, müəyyən bir zəhmətə ehtiyac var və mən əminəm ki, düşünürəm ki, yəqin ki, siz də belə düşünərsiniz, insan gerçək müvəffəqiyyətə zamanla və zəhmətlə sahib ola bilər. Təbii ki. Bəli, yəni kimsə rahatlıqla gerçək müvəffəqiyyət əldə edə bilməz və yaxud da ki, əldə etsə də o gerçək müvəffəqiyyət olmaz. Çox sağ olun cavabınız üçün. Buyurun. Növbəti sualım sizə belə olacaq. Bu daha çox sizin özünüzlə bağlı bir sualdır. Buyurun. Həyatınızdakı ən gözəl anı bizimlə paylaşa bilərsinizmi və ən əsası bu an sizə nəyi öyrətdi və nəyi öyrətdi? Aha. Maraqlı sualdır. Maraqlı suallar seçmisiniz. Çox sağ olun. Həyatımda olan ən gözəl an. Əslində mən nisbi olaraq yanaşan hadisələrə ən gözəlini fərqləndirmək istəməzdim. İnsan həyatında gözəl anlar onun istər iş həyatı ilə, istər şəxsi həyatı ilə əlaqəli ola bilər və iş həyatımda gözəl anlarım çox olub. Xüsusilə də təhsillə bağlı. Yəni məni tanıyan çevrə, dost-tanışlar bilir ki, yəni hansı çətinliklərdən gəlib biz bu mərhələlərə çatmışıq, bu uğurları qazanmışıq və hələ də indinin özündə də deyək ki, bu əziyyət, bu zəhmət davam edir. Təhsillə bağlı, məsəl üçün, ən çox sevdiyim fən coğrafiya. Mən bunu xüsusilə də qeyd edərdim. Orta məktəb dövründən coğrafiya mənim marağım olub və sonunda gəlib coğrafiya müəllimi olmağım mənim üçün ən gözəl anlardan biridir. Və bundan əlavə pedaqoji sahədə təhsil almağım, uşaqlarla ünsiyyətdə olmağım mənim üçün həyatımda ən gözəl, deyək ki, digər bir andır. Uşaqlarla ünsiyyət, uşaqları öyrətmək, uşaq psixologiyasını bilmək. Yəni, biz də müəyyən dövrdə təbii ki, uşaq olmuşuq. Uşaqlarla işlədikcə bir növ insan öz keçmişinə qayıdır və o anları təkrar yaşayır. Çünki uşaq olanda biz rasional düşünə bilmirik, sadəcə hərəkətlərlə, hisslərlə davranırıq. Amma yetkin olandan sonra insan rasional düşüncəyə sahibdir, ağılla düşünə bilir. Amma uşaqlarda bir növ öz uşaqlığını görür və uşaqlara qarşı empatiya qura bilir. Və MHM-də qazandım. Təbii ki, müəllim hazırlıq mərkəzində işləməyim də çox, belə deyək ki, mənim üçün gözəldir, çox uğurlu bir haldır, hadisədir. Çünki burada həm kollektivin gözəl olması, həm də ki, müəllimlərlə işləməyimiz, ümumiyyətlə, müəllim bir şəxsiyyət yetişdirir. Yəni, müəllimlərin müəllimi olmaq isə daha məsuliyyətli, daha, deyək ki, fərəhli bir şeydir, bəli.
Çox sağ olun cavabınız buyurun. üçün müəllim. Sizin növbəti sualım belə olacaq. Buyurun. İnsanlarla olan əlaqələrinizdə sizin üçün ən önəmli olan şey nədir? İnsanlarla əlaqələrdə sosial bacarıqları mən xüsusilə qeyd edərdim. Hansı ki, bu ünsiyyətdir, hansı ki, bu empatiyadır, hansı ki, bu birgə fəaliyyətdir. Bundan əlavə mənəvi olaraq mərhəmət hissini qeyd edərdim, ədalətliyi qeyd edərdim. Mənim üçün insanlarla əlaqələrdə empatiya ən əsas deyək ki, bacarıqlardan biridir. Yəni ən əsas məsələlərdən biridir. Qura bilmədiyi. Bəli, empatiya bir həyati bacarıqdır. İnsan onu sonradan qazanır. Yəni insan anadan gələndə empatiyanı doğulmur. İnsanın empatiyanı qazanmasında onun ailəsi, çevrəsi və təhsili xüsusilə rol oynayır və ən əsası da yaşadıqları reallıqlar. Yəni bir insanı başa düşmək, mən düşünürəm ki, bir insanın sahib ola biləcəyi ən əsas bacarıqlardan biridir. Doğrudur. Yəni bizim cəmiyyətdə təəssüflər olsun ki, bir çox insanlarda empatiya qurmaq hissi elə də yüksək deyil. Yəni insanlar bir-birini anlamırlar və yaxud da ki, ümumiyyətlə anlamaq istəmirlər, reallıqlarından xəbərdar olsalar belə. Yəni ortaq taleyi bölüşən insanlar həyatda daha xoşbəxt olur və ya daha rahat dil tapır. Bir insanı başa düşmək üçün onun reallıqlarını özündə sən bir növ tərənnüm etməyi bacarmalısan. Yəni onun gözü ilə hansılara baxmağı bacarmalısan. Bəzən fəlsəfi fikirlərdə qeyd edilir ki, bir insanı başa düşmək üçün sən onun həyatını yaşamalısan. Bu heç də həmişə mümkün deyil, amma biz bir insanın həyatını yaşamadan da onun nə hisslər keçirdiyini anlaya bilərik. Düşünürəm ki, insanlar arasında anlaşma, empatiya münasibətlərin bünövrəsini təşkil edir. Çox sağ olun bu gözəl cavabınız üçün. Mən bilirəm ki, zaten sizin videolarınız məşhurdur. Elə deyirlər. Bəli. Çox sağ olun cavabınız üçün. Sizin növbəti və son sualım bu olacaq. Müdavimlərinizin həyatında həm istər yaxşı müəllim olmaları üçün, istər yaxşı insan olmaları üçün, istərsə də uğur qazanmaları üçün onlara buradan hansı məsləhətləri vermək istəyirsiniz? Yaxşı insan olmaq məsələsindən başlamaq istəyərdim. Yaxşı insan olmaq əslində çox çətin bir məsələdir, çox çətin bir bacarıqdır. Yaxşı insan olmaq üçün bu səndən asılı da ola bilər və ya asılı olmayan subyektiv və obyektiv səbəblər var. Yaxşı insan olmaq üçün səndən asılı olmayan səbəblər doğru düzgün bir tərbiyə görməlisən, bir şəxsiyyət olaraq yetişməyində valideynlərinin sənin tərbiyə etməyi çox önəmlidir. Bundan əlavə sənin təhsilin də yaxşı insan olmağına təsir edən amillərdən biridir və yaxud da ki, yaşadığın mühit. Və yaxşı insan olmaq üçün mən düşünürəm ki, insan əziyyəti, zəhməti əsas götürməlidir. Mən həmişə düşüncələrimdə və fikirlərimdə qeyd edirəm ki, yaxşı insan olmaq üçün bir insan əziyyət çəkməlidir, zəhmət çəkməlidir. Düzdür, yəni onun digər tələbləri də ola bilər, amma bu da çox önəmlidir. Yəni cəmiyyətə fikir versək, görərik ki, yaxşı insanların əksəriyyəti əziyyət görən insanlardır, zəhmət çəkən insanlardır. Və mən tələbələrə və belə deyək də müəllimlərimizə, müdavimlərimizə əziyyət çəkməyi, zəhmət çəkməyi, inanmağı xüsusilə tövsiyə edərdim. Və bizim sahəmiz elədir ki, müəllimlər işə qəbul imtahanına hazırlaşırlar və yaxud da ki, sertifikatlaşdırma imtahanına hazırlaşırlar və uğurlu nəticələr əldə etmək üçün əziyyət çox önəmlidir. Və qeyd edim ki, bunu ancaq siz bacara bilərsiniz. Bunu sizin əvəzinizə heç kəs etməyəcək. Nə qardaşınız, nə yoldaşınız, nə atanız, nə ananız. Bunu edə bilən yeganə şəxs varsa, o da sizsiniz. Və özünüzə güvənməlisiniz və bunun üçün də çox çalışmalısınız. Çünki insan çox çalışdıqca onda özünə inam, güvən artır həqiqətən də. Və disiplinli olmalısınız, daxili intizam qurmalısınız. Bəzən tələbələr, bəzən yox, çox vaxt tələbələr mənə deyir ki, müəllim, yaxşı nəticə əldə etmək üçün, yüksək bal toplamaq üçün, işə qəbul olmaq üçün biz nə etməliyik? Mən deyirəm ki, bunun xüsusi formulu yoxdur. Sadəcə vaxt ayırmaq, əziyyət çəkmək, disiplinli olmaq, daxili intizam qurmaq, yəni o belə deyək də, çətinliklərlə üzləşəndə təslim olmamaq, bəli, təslim olmamaq. Bir dəfə dərslərin birində belə bir fikir səsləndirmişdim ki, bizim tələbələri, hazırlaşan tələbələri heç kəs motivasiya etmir. Nə ailələri motivasiya edir, nə çevrələri motivasiya edir, nə müəllimləri. Yəni bu insanlar həqiqətən də çətin bir durumda hazırlaşırlar. Bayaq dediyim kimi empatiya qurmaq çox-çox önəmlidir. Düzdür, bəzən tələbələri danlayırıq və yaxud da ki, məsuliyyətli olmağa çağırırıq. Amma başa düşmək lazımdır ki, bunlar hansı çətinlikdə hazırlaşırlar. Xüsusilə də hazırlaşanların əksəriyyəti xanımlardır, ailə məişət qayğıları vardır. Və dediyim kimi,
onlara daha çox güc lazımdır, daha çox mənəvi dəstək lazımdır, motivasiya lazımdır. Lakin heç də bunu həmişə bunlar almırlar, əksəriyyəti almırlar çevrədən. Həm hazırlığın çətinliyi var, həm deyək ki, çevrədən baskı var, həm neqativ deyək ki, təsirlərlə üzləşirlər. Bəzən tələbələrə deyirlər ki, hazırlaşma, sənlik deyil, keçən il hazırlaşdın, nə oldu, bu il olsun, vakansiya yoxdur, dərslər çətin olur. Amma bütün bunlara rəğmən, əgər siz hazırlaşırsınızsa, siz artıq qalibsiniz. Sadəcə imtahanda sizin nəticəniz rəsmiləşəcək, yəni qalibiyyətiniz rəsmiləşəcək. Ona görə də təslim olmadan davam etmələrini tapşırıram və yaxud da ki, elə bir dərslərimi tapşırıram və yaxud da ki, mübariz olmalarını xüsusilə də qeyd edərdim. Çünki mübariz olan insanlar, yəni tutduğundan buraxmayan insanlar həyatda daha çox deyək ki, uğurlu olurlar. Çox sağ olun müəllim. Həqiqətən tələbələriniz çox şanslıdır ki, sizin kimi onların motivasiya qaynağı bir müəllimi var. Çox sağ olun. İndi başa düşürəm tələbələriniz niyə sizi bu qədər çox sevir. Dəyərli dinləyicilərimiz, artıq biz bugünkü podkastımızın sonuna yaxınlaşırıq. Bu gün biz Mahir müəllimlə birlikdə sizin üçün uğurun əsas sirlərini və tədrisin əhəmiyyətini müzakirə etdik. Ümid edirik ki, söhbətimiz sizin üçün yararlı oldu və yararlı olacaq. Həyatınızda daim sevgi və uğur sizinlə olsun. Mahir müəllim, bir daha çox sağ olun. Dəyərli dinləyicilərimiz, bizi izlədiyiniz üçün sizə də xüsusilə təşəkkür edirəm. Çox sağ olun Güldana xanım, bir daha təşəkkür edirəm. Çox sağ olun müəllim. Biz yaxşı insanlarıq, bizi incitsələr belə, biz heç kimi incitmirik.